Səməni Novruzun əsas atributlarından biridir. Məhsuldarlıq, bolluq, bərəkət rəmzi sayıldığından hər il Novruz bayramı ərəfəsində demək olar ki, hər evdə səməni cücərdilir. Lakin bir neçə gün sonra süfrəmizi bəzəyən həmin səmənilər tullantı qutularına atılır. Bəs əslində necə olmalıdır? Yəni, səmənləri nə etməliyik? Sıradakı sujetimi izləməklə bunu biləcəyik. Səməni neyinirsiniz bayramda? Atıram. Hara atırsınız? Zibilə. Bilirsiniz əslində zibil atmaq. Bilmirdim. Səmənini həyata bir yerə qoyuruq. Çünki bərəkətdir də, buğdadır. Tullayırıq. Hara? Zibiliyə. Səmənini sonra axar suya atırıq. Torpağa bastırırıq. Bilirsiniz ki, zibiliyə atmaq olmaz. Yox, olmaz, o cınahdır. Bərəkətdir. Səmənilərin zibiliyə atılması ilk növbədə insanların adət-ənənələrdən uzaq düşməsi ilə əlaqədardır. Folklorşünaslar deyir ki, adətə görə səmənini hara gəldi atmaq olmaz. Bərəkət rəmzi olan səməni axar suya atılmalıdır. Əgər şəhərdə axar su tapmaq müşkül məsələdirsə, bundan da çıxış yolu var. Bölgələrimizdə, şəhərlərimizdə həmin səmənilərin zibil qutularına atılması, təmiz yerlərə atılması heç zaman doğru düzgün deyil. Çünki orada ruzu var, bərəkət var. Biz düşünsək ki, evimizin ruzusunun bərəkətini mundar bir yerə atırıq və bu nə dərəcədə doğru düzgün olmayan bir addımdır. O baxımdan heç zaman buğdanı şəhərdə olsaq belə kənar yerə, zibilliyə atmamaq lazımdır və bunun əvəzinə ağacların dibinə qoysaq ki, quşlar o buğdanın dərindən yesinlər. Torpaq varsa torpağın üzərinə qoysaq daha gözəl olar. Həmçinin şəhərdə yaşayanlar səmənini dənizə və ya göllərə də ata bilərlər. Bununla yanaşı solan səmənini torpağa da bastırmaq olar. Qeyd edək ki, bəzi bölgələrdə səməninin suya atılması xüsusi qeyd olunur və bu adət-ənənə bugün də qorunub saxlanılır. Məsələn, Qubada hər il bayramdan 13 gün sonra, yəni aprelin 2-sində səmən atlı mərasimi keçirilir. Mərasimə qatılanlar niyyət edərək bayram səmənlərini axar suya atır və arzularının həyata keçməsi üçün dua edirlər. İnanca görə səmənini suya atan şəxsin arzusu növbəti Novruz bayramına kimi həyata keçir. Niyyəti həyata keçən şəxs növbəti bayramda yenidən mərasimə qatılır və burada olanlara şirniyyat paylayır. Ağcəl Əskərli, Şəhriyar Əhmədli, ATV Xəbər.